Və aleykum assalam. Sual belədir ki, kimsə status qoyur, bu statusu götürmək, kopya etmək günahdırmı? Yəni, halallıq almalıyıq mı? Yəni, şəxsi şəkillər yox, dini şəkillər, videolar qoyursa, bunları götürmək olar, olmaz. Yox, adamdan halallıq almalıyıq. Ümumiyyətlə, əgər söhbət dini paylaşımlardan, yəni statuslarda qoyulan videoların dinə aid olan tablolardan söhbət gedirsə, alimlər deyir ki, əgər o görüntünün, ya videonun, ya şəklin, ya yazın altında, yəni paylaşılmağa halallıq verilmir, yazılırsa, bəli, o zaman halallıq almaq lazımdır. Amma videonun, ondan sonra görüntünün, yəni o çünki onu publika üçün qoyur, ümumi görünüş üçün qoyur və orada görə halallıq verməm yazısı yoxsa, əsl odur ki, insan onu götürə bilər. Yəni, halallıq almaya ehtiyac yoxdur. Çünki kimsə desə ki, mən halallıq verməmişəm, kim bunu mənə icazəsiz götürüb, o zaman adama deyərlər ki, yəni özün açıb qoymuşsan statusa və bu hamıda baxır və bunun altına heç bir şey yazılmayıb və əslində odur ki, belə halda bəli, insan icazə almır. Amma kimsə deyəcək, yox, mən halallıq verməmişəm, beləmişəm, mənə icazə almayıblarsa, o zaman həmən insan onun altına qeyd yazmalıdır ki, yalnız baxma halallıq verilir, yəni kopyalama halallıq verilmir. Əgər bu yazı yoxdursa, inşallah heç bir halallıq filan da almağa ehtiyac yoxdur. Və aleykum assalam. Sual belədir ki, insanlar var, banklardan kredit götürürlər xəstəsi üçün. Deyəndə ki, olmazdır, haramdır, kredit deyirlər ki, başqa əlacımız yoxdur, çarəsizlik, uşağımız xəstədir və yaxud da ki, ərim xəstədir, mütləq əməliyyat olmalıdır. Belə halda kredit götürmək olarmı? Xeyr, götürmək olmaz, çünki bu kredit özü-özlüyündə haramdır. Hətta biz müasir alimlərdən bu barədə soruşanda ki, yəni başqa əlac qalmır, neynərsin? Dedi, xeyr, başqa əlacı var, deyir, əl açsın, deyir, dilənsin. Yəni, bu nə deməkdir? Yəni, dilənmək, zərurət halında, ehtiyac halında olar, icazəlidir. Baxmayaraq ki, adi halda dilənmək olmaz. Amma zərurət halında dilənmək olar, yəni özü-özlüyündə haram deyil. Amma kredit isə, bank isə daimən haramdır. Və onu əvəz edə biləcək hallar var, bəli. Sadəcə qohum-əqraba düşməlidir ortaya, hələ biraz köməklik eləməlidir. Sadəcə insanlar niyə bu kreditlərə gedirlər? Onlar öz qohum-əqrabalarına özlərinin kasıb və ehtiyacı olduqlarını bildirmək istəmirlər. Və təkəbbürlüklərindən dolayı heç kim bilməsin deyə gedirlər, bankdan kredit götürürlər, o xəstələr üçün dəvə dərman əməliyyat zad elətdirirlər. Amma təkəbbürlü olmasalar, Allahdan qorsalar, elə qohum-əqraba arasında yazır ki, məsəl üçün, filan qohumun 1000 manat, 1500 manat əməliyyata ehtiyacı var. Vallahi ki, hər qohum 50 manatdan atırsa o pul düzələr. Sadəcə bizim insanlar özlərinə sığışdırmır ki, mən dilənçiyəm ki, mənə 50 manatdan pul yığıb versinlər. Bax, budur, problem budur. Və bu kimi səbəbləri üzr kimi gətirmək lazım deyil. Hətta sənin qohumlarında belə 50 manat sənə köməklik, borc verə bilən, köməklik eləyən bilən yoxdursa da belə, bəli, şəriət sənə icazə verib, sən əl açıb dilənməyə. Bunu şəriət sənə icazə verib. Amma bankdan kredit götürməsi bəli, haramdır. Çünki bunun fəsadları həddindən artıq çoxdur. Və heç bir bahanə bankdan kredit götürməyə rəvac vermir. Və aleykum assalam. Sual belədir ki, əgər namaza fikrim yayınırsa bəzən, namazım keçərlidirmi? Günah eləmiş olurummı? Namaza fikrimdən yayındığım üçün. Təbii ki, Peyğəmbər s.ə.v-in hədisində qeyd olunduğu kimi, insanın namazının qəbul olan hissəsi onun xuşu olan hissəsidir. Yəni, fikri, zikri, Rəbbi ilə bağlı olan hissəsidir. Əgər sizdə namaza bu cür yayınma hallar varsa, o zaman siz namaza başlamamışdan öncə fikrinizi yayındıracaq bütün amillərdən özünüzü təcrid edin. Yəni, əgər yeməyiniz yarımçıq qalıbsa yeməyinizi pişirin, paltar yarımçıq qalıbsa paltarınızı yuyun, ev yarımçıq qalıbsa evini təmizləyin, nə işiniz yarımçıq varsa işinizi görün, qutarın ki, sonra namaza başladığınız halda yəni fikriniz sizin namazdan yayılmasın. Çünki yarımçıq işlər insanın fikrini namazdan yayındırır. Və aleykum assalam. Sual belədir ki, dünyada bir insanın arxasınca danışmaq qeybətdir. Bəs ölmüş insanın arxasınca danışmaq günahı nədir? O da qeybət sayılırmı? Təbii ki, insanın arxasınca danışmaq qeybət sayılır və burada isə Peyğəmbər s.ə.v fərq qoymayıb, ölü və yaxud da ki, diri insan.
Yəni Peyğəmbər s.ə.v deyir ki, insanın dalınca danışmaq qeybət və burada alimlər ölünü də və diriyini də qeyd edirlər. Və həmçinin nəzərə alsaq ki, ölü insanın dalınca ümumiyyətlə danışmaq olmaz. Nə cür insan olsun? Çünki bir dəfə Peyğəmbər s.ə.v yanında belə bir danışıq edirlər və Peyğəmbər s.ə.v deyir ki, ölünün dalınca danışmayın. O artıq Allahın ona verdiyi vədə gedib çatıb. Yəni artıq o nə cür insan idisə, o artıq ölüb. Və o öləndən sonra onun dalınca nəsə danışmaya ehtiyac yoxdur. Çünki onun əməlləri zaten Allaha bəllidir və o öz məqamına yetişib çatıb. Bu o deməkdir ki, yəni əgər sən qeybəti sırf diri insana şamil edirsənsə ki, yəni qeybət diriyə aiddir, ölüyə aid deyil, o zaman bil ki, ölünün isə dalınca mütləqən danışmaq olmaz. Kim olur olsun, o artıq Allahın vədinə yetişib, Allahın vədinə çatıb. Və aleykum assalam. Sual belədir ki, bir müsəlman bilib bilmədən elm əhlinin əleyhinə danışarsa, nə qədər də deyirsən, başa salmaq olmur. Onunla necə rəftar etməlisən? Təbii ki, ona başa salın ki, alimlər deyir ki, alimin ətini yemək zəhərlidir. Alimin ətini yemək zəhərlidir. Yəni, sən sanki zəhərli ət yeyirsən. Çünki alimin ətini yeyirsənsə, alimin əti zəhərlidirsə, geçsəsən bu zəhər sənin bədənimə təsir edəcəkdir. Əgər ümumilikdə insanın dalında danışmaq qeybətdirsə, o zaman alimlərin digər insanlardan fərqli olaraq o həm qeybətdir, həmçinin onun əti zəhərli ətdir və bu zəhər də geçsə sənin bədəninə təsir edəcəkdir. Ona görə həmən insana başa salın ki, Allahdan qorxsun, Allahdan bağışlama diləsin. Kimisə arxasınca danışmasın. Bəli, hər bir kəs kimi elm əhlidə xata eləyə bilər, o da günah eləyə bilər, o da hansısa bir kiməsə haqsızlıq eləyə bilər. Çünki o da bəşər övladıdır, o da xatadan məsum deyil. Hər bir bəşər övladı xatəkardır. Necə ki, Peyğəmbər s.ə.v buyurdu kimi, Kullu bəni ədəm xatta və qeyru xattayinət tavabin. Hər bir Adəm övladı xatəkardır və ən xeyli xata edənlər isə tövbə edənlərdir. Bəli, elm əhli də digər insanlar kimi günah eləyə bilər. Onun da nəfsi var, o da günah eləyə bilər. Amma günahını açmaq, artmaq, arxasını danışmaq və hətta ki, xata ilə bir əməli danışmaq, eləmək, məsxərəyə, istehzaya, lağlaya qoymaq, təbii ki, bu artıq haqsızlıqdır və bu cür insanın aqibəti heç də yaxşı bitmir, heç də yaxşı qutarmır, Allah qorusun. Və sonra nəsiyyət eləyin, tövsiyə eləyin və çalışın ki, həmişə onu nəsiyyətdə olasınız, nəsiyyət edəsiniz. Çünki Allah qorusun, bu cür insanlar əksər hallarda dindən uzaqlaşmış olurlar. Ona görə çalışın ona dəvət edin, onunla əlaqəni kəsmin, daimən onu nəsiyyət edin, başa salın. Və aleykum assalam. Sual belədir ki, saç darayanda ya da kəsdikdə, dırnaq kəsdikdə atmalıyıq ya yandırmalıyıq. Ümumiyyətlə, bu barədə alimlər deyirlər ki, əgər siz elə bir insanların ahadəsində yaşayırsınızsa ki, yəni onlar sizə pislik eləmək istəyir, cavda eləmək istəyir, tilsim eləmək istəyirlərsə, seyr eləmək istəyirlərsə, o zaman siz saç darayanda, dırnaq tutanda onları zibilliyə atmayın. Onları zibilliyə atmayın, ən yaxşı yandırın. Çünki o insanlar sizi izləyə bilərlər və sizin atdığınız əşyaların içindən sizə məxsus olan, yəni sizin şəxsiyyətinizə məxsus olan dırnağınızın saçını götürüb və oyun önündə sizi cavda eləyə bilərlər. Əgər belə hal varsa, yəni bilirsə ki, siz bu cür inziyən var, sizə yəni, cavda eləmək istəyən var, fürsət axtarır, o zaman bəli, siz yandırsaz yaxşı olar. Amma yox, əminsinizsə ki, elə bir adam yoxdur, ətrafınızda elə bir adam yoxdur və sizə cadu, yəni tilsim, seyr eləmək istəyən yoxdursa, o zaman siz onları zibilliyə də ata bilərsiniz. Və aleykum assalam. Sual belədir ki, Quran oxuyanda mütləqdir ki, təcvid oxuyasan. Yəni, təcvid oxunsa savabı çoxdur, qardaş. Allah elimizə belə gedin, Allah qorusun ki, bilmədiklərimizi sizdən öyrənirik. Təbii ki, Quranın təcvid oxunması tələb olunan əməldir. Çünki bu barədə hədislər də gəlib və həmçində Quran-ı Kərimdə də təcvidlə oxumaq barədə kifayət qədər ayətlər vardır. Həmçinin hədislərdə qeyd edildiyimiz kimi, həmçində sahabələrin həyatında, sələflərin həyatında Quranın təcvid oxunması nə qədər önəmli olması bəllidir və lazımdır, vacib olan əməllərdəndir və həmçində təcvidlə oxunan
Quran özü artıqlaması ilə savab deməkdir. Təcvidlə oxunan Quran özü artıqlaması olan savab deməkdir. Və hər bir müsəlman bu dünyada heç olmasa Quranı düzgün və təcvidlə oxumağı bacarmalıdır. Çünki onun Rəbbinin kitabıdır və Rəbbi də ona bunu gözəl təcvidlə oxumağı əmr eləyib, yəni Quran-ı Kərimdə. Həmçində Peyğəmbər sallallahu əleyhi və səlləm də Quranı təcvidlə oxumağı tövsiyə edib. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləm gözəl Quran oxuyan sahabələr var idi ki, onlar oxuyanda Peyğəmbər sallallahu əleyhi və səlləm onlara dinləyib qulaq asardı. Onlara dinləyib qulaq asardı və bu da təcvidin nə qədər önəmli olduğunu göstərir. Və əlhəmdülillah günümüzdə kifayət qədər təcvid keçən bacılarımız var ki, həqiqətən də bacılar onların qruplarına qoşub çox faydalı bilərlər. Amma heyf ki, bacıların çox tənbəllik eləyir. Yəni, hər bir şeyə vaxt tapa bilirlər, amma Quranı təcvidlə öyrənməyə, oxumağa vaxt tapa bilmirlər. Bu da çox təəssüf olan hallardan biridir. Və aleykum salam. Sual belədir ki, bir insanın borcu varsa, əvvəlcə o borcu ödəməlidir, ya uşaqların əqini kəsməlidir. Əgər ki, borcun yiyəsi borcunu tələb edirsə, bəli, o insan əqidən qabaq borcunu qaytarmalıdır. Amma insan borc götürübsə, və borc yiyəsi də onu tələsdirmir, eləmir, bilir ki, inşallah nə vaxt istəsə verəcək, çətinlik yoxdur. Yəni, belə halda bəli, əqi kəsə bilər. Yəni, borc yiyəsi onu tələsdirmirsə, sıxmırsa. Amma yox, borc yiyəsi öz borcunu tələb edirsə və borcu ödəməyə, həmən insan əqi kəsməyi düzgün deyil. Çünki borc əqidən qabaqdır. Və aleykum assalam. Sual belədir ki, əqi kəsilmədən valideyn və ya övlad ölərsə, bu onlar üçün günah sayılırmı? Günah deyə bilmərəm ki, günah yazılır ya yazılmır. Çünki Peyğəmbər s.ə.v bildirib ki, oğlan uşağına 2 qoyun və qız uşağına 1 qoyun kəsilir. Yəni, kəsilməyi sünnədəndir. Əgər insan bunun sünnəni inkar eləyib, ölərsə, bəli, buna görə günah daşıyar. Amma insan yox, qəbul edir ki, bu kəsmək lazımdır və sünnəyə uyğundur, Allah Rasulunun əmridir, yerinə yetirmək lazımdır. Amma imkanı olmayıb, kəsməyibsə, inşallah buna görə günah qazanmaz. Amma insan imkanı varsa, bəli, əqiqi kəsmək yaxşıdır. Çünki əqiq valideyn əgər öz övladından kəsməyibsə, valideyn dünyasını dəyişəndən sonra övlad öz yerinə, valideynin yerinə özü üçün əqiq kəsə bilər. Yəni, bu demək ki, əqiq insanın boyundan düşmür. İmkan daxilində kəsmək lazımdır. Və aleykum assalam. Sual belədir ki, bilmək istəyirəm ki, mən uşaqlarımın əqiq qurbanlarının 4-ünü də Qubada bir qardaşa kəsdirib ehtiyaclı müsəlmanlara paylatdım. Allahın iznilə. Amma deyirlər ki, gərək pişirib və yedirdirərdiniz qurban ətini. Mənim etdiyim yanlışdırmı? Ümumiyyətlə, ən yaxşı odur ki, əqiq qurbanı kəsilsin, pişirilsin və çox insanlar yedirilsin. Amma sizdə bu imkan olmayıbsa və ya da siz tutam ki, Bakıda yaşamısınızsa, amma kasıb ailələri Qubada tanımısınızsa, heç bir problem yoxdur. Yəni, kəsri müsəlmanlara kəsbura paylaşdırmışsınızsa, inşallah ki, düz də eləmişsiniz və ibadətiniz də düzgündür və qurbanınız da qəbuldur. Buna görə heç bir narahatsızlıq falan keçirtməyin. Və aleykum assalam. Sual belədir ki, mən uşaqlar üçün əqiq kəsməmişəm. Ola bilər ki, nə vaxt istəsəm kəsim. Ola bilər ki, nə vaxt istəsəm kəsim. Ona görə günah daşımırıq ki, əgər sizin imkanınız olduğu halda siz əqinizi kəsmirsinizsə, siz Peyğəmbər sallallahu aleyhi və səlləm əmrinə müxalif olursunuz. Sizin imkanınız varsa, siz kəsmirsinizsə, siz Peyğəmbər sallallahu aleyhi və səlləm əmrinə müxalif olursunuz. Əgər sizin imkanınız olduğu halda siz onu kəsmirsinizsə, qorxun ki, Allahdan günlərin bir gün o imkan sizin əlinizdən keçəcək və siz kəsmədiyinizə görə peşmanlıq çəkəcəksiniz. Ona görə sizin imkanınız varsa, siz əqiq kəsməlisiniz və Allah Rasulun əmrinin yerinə yetirməlisiniz. Və aleykum assalam. Sual belədir ki, həcət, yəni istək arzu namazı həqiqətən var, varsa neçə rükət və necə qılınmalıdır, nə vaxt qılınır? Ümumiyyətlə, dində həcət deyilən belə bir namaz yoxdur. Düzdür, bu şiə məzhəbində adını qoyublar həcət, amma nə Quranda, nə sünnədə həcət deyilən namaz yoxdur. Bəli, hədislərdə istixarə namazı gəlib. İstixarə namazı nədir?
Yəni, sən bir işin, iki işin ortasında qalmısan, hansını edəcəyini bilmirsən, o işin sənə xeyir və ya da şər olacağını bilmirsən, bu zaman sən istixarə namazı qılsan və Rəbbindən onun xeyirlisini istəyir və şərindən Allah'a sığınırsan. İstixarə namazı budur. Dində olan budur. Amma həcət deyilən namaz dində yoxdur. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, işləyən biri qəza orucularını yalnız həftə sonu tuta bilərmi? Bəli, tuta bilər. Yəni 5-6 bazar belə davam edib tuta bilər. Yəni sırf 6 bazar eləməsin, amma məsəl üçün 5-6 bazar belə tuta bilər. Amma yaxşı olardı ki, arada 1-4 eləsin, amma buna gücü çatmırsa, yəni işlə bağlı gücü çatmırsa, o zaman 5-6 bazara orucularını sala bilər. Və aleykum assalam. Sual belədir ki, bir də namazda surələri qarışdırmaq, hansınısa deməmək, rükət unutmaq nədəndir? Şeytandandırmı? Yoxsa fikrimizin namaza olmamasıdırmı? Mən bəzən tamamilə surələr unuduram, namazda qalıram, heç cürə ağlıma gəlmir, köməkli edərdiniz. Təbii ki, insanın yaddaş zəifliyi ilk öncə günahlardır. İlk öncə günahlardır, istər qadın olsun, istər kişi olsun, fərqi yoxdur. Yəni, yaddaşın azalmasının ilk öncə başlıca səbəbi günahlardır. Və alimlər deyir ki, yaddaşın zəifləməsə ən birinci səbəb günahlardır. İstər qadın olsun, istər kişi olsun. Yəni, əgər siz yaddaşınızdan bu cür şikayətlərini istəsə, deməli, siz günahların içində tərk olunmamış haldasınız. Yəni, siz çalışın ki, hansı günahların içindəsinizsə, siz onları tərk eləyəsiniz. Əgər televizora baxansınızsa, musiqiyə qulaq asansınızsa, lazımsız şeylərə, seriallar, kinolara falan baxanlarsınızsa, əmin olun ki, sizin namazınızda unutqanlıq elən, bax, həmən o televizorda, həmən o musiqilərdir. Siz bu günahlardan tövbə eləyin, Allaha dönün, Peyğəmbər sallallahu aleyhi ve sellem çoxlu gün ərzində salavat deyin və səhər axşam zikirlərini eləyin və gün ərzində tez-tez Rəbbinizə istiğfar edin və həmçində gün ərzində müəyyən vaxtlarda çalışın Quran oxuyasınız və bu səbəbləri siz davam elətdirirsiniz, inşallah bir aya siz yaddaşınızın bərpa olunduğunu açıq-aşkar hiss edəcəksiniz. Və aleykum assalamatullah. Sual belədir ki, rüqü edəndə Bəqərənin son surələrini bilmirəm, nə Fələq, İxlas, Ayət Kursi, bunları oxusam olarmı? Yoxsa tam rüqüyə sayılmır? Bir də zəhmət olmasa neçə dəfə oxunmalıdır surələr deyərdiniz də. Ümumiyyətlə, bu sadaladığımız rüqüyə ayələr bunlar bəyəniləndir. Amma insan hətta yalnız Fatihəni də dəfələn oxusa, bu da bəs eləyir. Amma biz həm Fatihəni, həm Fələq, həm Nəs, həm İxlas, həm Ayətül Kursi, həm Bəqərənin 2 ayəsi ona görə deyirik ki, yəni əksər alimlər bunları rüqyə surələrindən sayılır ona görə. Amma siz Ayətül Kursunu, Bəqərənin axır 2 ayəsini bilmirsinizsə, o zaman 7 dəfə Fatihəni, 7 dəfə Fələq, 7 dəfə Nəs, 7 dəfə İxlas oxuyun və bunu bir neçə dəfə də təkrarlayın Allahın izni ilə və inşallah bununla da siz rüqyə etmiş olarsınız. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, səhər və axşam zikirləri namazdan sonra dedikdə, olarmı əzbər bildiklərini iş görə deyilə, sonra bilmədiklərinin üzrdən oxumaq, yoxsa şərtdir ki, kitabdakı kimi ardıcıllıqla demək lazımdır. Əgər bir insan səhər axşam zikirlərindən müəyyən sayədəkini əzbər verirsə, heç bir şey eyb etməz ki, insan namaz qıldıqdan sonra birinci iş görə əzbər bildiklərini eləsin, sonra isə davamını bilmədiyini kitabdan oxusun. Və burada ardıcıllıq, hökmün ardıcı olmağı şərt deyil və əlaxüsus bütün zikirləri eləsin, inşallah ki, ona kifayət eləyər. Yəni, bütün zikirləri hansısa bir variantdan, ya birinci əzbərlərdən desin, sonra qalan kitabdan oxusun, fərq eləməz. Əsas odur ki, səhər və axşam zikirlərini tam formada eləsin. Və aleykum assalam. Sual belədir ki, bir tikinti şirkəti var, deməli yazılıb, 100 manat qoyulur, hər yazılan 2 adam gətirir və 7 adamın tamamında 700 manat olur. Bunun 300 manatı özün götürür, 100 yenidən yatırıb 300 manat tikintiyə verib gəlir. Əldə etmək halal sayılmır, amma burada az alan, çox alan yoxdur. Hamı eyni səviyyədə qazanc əldə edir. Yuxarıdakılar da, aşağıdakılar da eyni qazanır, əldə edir. Adam gətirib bilməyən işçinin pulu geri qaytarılır. Ümumiyyətlə, bu şəbəkə ticarət ki, yəni
sən 3 nəfər gətir, hərəsi 2 nəfər gətirsin, bu 2 nəfər gətirsin, bu nə gətirsin, 100 manat qoy, o biri 100 manat qoyacaq, sən nə qədər götürəcəksən, nə edəcəksən. Yəni, bu şəriətin icazə verdiyi ticarət növü deyil. İstər bu tikintidə olsun, istər onlayn ticarət olsun və istərsə ki, hansısa bir ticarət növü olsun, fərqi yoxdur. Yəni, bu cür şəbəkə ticarəti, yəni şəriətdə icazəli deyildir. Yəni, müasir alimlərin hamısının bu arada rəylər də budur ki, yəni, bunlar şəriətə müvafiq, uyğun ticarət saymırlar. Yəni, müsəlman bunlardan uzaq olmalıdır. Və aleykum assalam. Sual belədir ki, səhv səcdəsi nədir? Səhv səcdəsi insanın namazın içində elədiyi xatanın bərpası deməkdir. Yəni, əgər insan namazın insanca bir səhv edibsə, o zaman insan həmən səhvini düzəldindən sonra deməli, namazını davam edir və təşəhhüd deyəndən sonra axırıncı salam ki, vermək lazımdır. O salamı verməmişdən qabaq 2 səhv səcdəsi edir və həmən deməli, öz namazının xətasını bərpa etmiş olur. Yəni, səhv səcdəsi bu deməkdir. Aleykum assalam. Sual belədir ki, bildiyimiz kimi, ölkədəki vəziyyət ilə əlaqədar olaraq rayonlara gediş-gəlişə icazə yoxdur. Xəstəlik kağızı düzəldib rayona getmək olarmı? Bu yalan sayılır. Qeyd edim ki, heç bir xəstəlik yoxdur, sadəcə rayona getmək üçün lazımdır. Əgər heç bir xəstəlik filan yoxsa, yalnız rayondan ötürü bu kağız düzəldilirsə, bəli, bu yalan sayılır, bu yalan sayılır və Peyğəmbər deyir ki, mən qaç şənəfəli isə minlə, kim bizə yalan edərsə, o bizlərdən sayılmaz. Və inşallah Allahın iznilə səbirli olun, inşallah ki, bu müddət də bitər və inşallah hər bir şəxs istədiyi yeri sərbəst olmadı gedib gələ bilər, amma yalandan istifadə etməyin. Və aleykum assalam. Sual belədir ki, Allah subhanahu wa ta'ala bizə qohumluq əlaqəsini kəsməyi haram buyurub. Mənim doğma bacımın biri uşaqlıqdan bəri çox küsəyəndir. Atasından, anasından, bacısından, qardaşından boş-boş şeylərə görə küsür və illərlə danışdırmır. Özünün ürəyi nə vaxt istəyəndə danışır. İndi bacımın 55 yaşı var, amma xasiyyətini tərk etmir. 3 ildir ki, məndən də adi bir səbəbə görə küsüb. Allahdan qorxduğum üçün dəfələrlə nəfsimi boğub danışmağa çalışıram. Amma danışmayıb. Harada rastlaşanda salam verirəm, almır. Yenə də verirəm. Elə vaxt olur ki, adamların içində rastlaşırıq, salam vermirəm. İstəyirəm ki, telefonla deyim ki, bacı, gəl, barışaq, belə eləməyə, etməyək, telefona yaxın gəlmir. Belə halda hansımızsa ölsək, mənə də günah yazılırmı? Mən necə etsəm, Allah məni bağışlayar. Təbii ki, əgər sizin bacınızın halı budursa, siz hər bir halda siz ona telefonla əlaqə saxlayın. Yəni, əgər telefona zəng edirsə, telefona gəlmirsə, o zaman onun uşaqlarına yazın ki, mamanıza salam deyin, mamanıza salam deyin. Və ya da onun öz telefonuna, WhatsApp-ına salam yaz ki, salam aleykum, salam aleykum. Yəni, nə olur olsun, siz onun ünsiyyəti kəsməyin və ən yaxşı da olar ki, əgər sizin bacınız cahilsə, getin oturun ona dinini başa salın. Yəni, dini oturun ona başa salın. Yox, əgər ibadət əhlidirsə, o zaman gedin oturun ona başa salın ki, sən elədiyin bu əməl Quran və şəriətə müxalifdir. Quran və şəriətə müxalifdir. Və baxın, görün, bacınız cahilsə, oturun, dini başa salın ona. Yox, cahil deyilsə, iman əhlidirsə, onda oturun ona başa salın ki, sən bu elədiyin əməl Quran və sünnəyə ziddir. Və əgər siz bacaran qədər onu ilə danışmağa, barışmağa çalışırsınızsa, bu hər dəfə bundan üz döndərir, bir variant axtarır, üz döndərirsə, rastlaşmaqdan boyun qaçırırsa, görüşməkdən boyun qaçırırsa, o zaman günah onun boyunadır və sizin boyunuzda bir şey yoxdur. Əgər ki, siz hər dəfə çalışsanız ki, o ilə barışasınız və hər də bu üz döndərəndə günah bacınızın üzərinə yazılır və sizə günah yazılmır. Və aleykum assalam. Sual belədir ki, dəstəmaz zamanı sol əlin kiçik çeçələ barmağı ilə ayaq barmaqların arasını yuyuram. Bildiyimə görə Muhammed sallallahu aleyhi ve sellem belə edərmiş. Bu sünnə əməldir, yoxsa ayaq barmaqları arasının necə yuyulmasının heç bir fərqi yoxdur. Əvvəlcədən təşəkkür edirəm. Bəli, hədislərdə qeyd olunduğu kimi, yəni sahabələr ən balaca barmaqları ilə öz ayaq barmaqlarının ayaqlarına
yəni suyu vurardılar. Yəni elənçi suyunu ora toxundurardılar. Bu barədə İmam Malik Rəhməllah deyir ki, bu o zaman sünnə kimi tətbiq olunur ki, əgər su azdır və az bir miqdarda su ilə sən bütün bədəni və dəstəmaz almalısan, yəni bütün dəstəmaz əzalarından suyu toxundurmalısan, o zaman bunu eləmək sünnət. Amma su boldursa, sən barmaqların da aralayıb elə oradan üzərinə su tökməyə də kifayət edər. Və hər bir halda bu əməl Peyğəmbər s.ə.v-in əməlidir və inşallah ki, bunu eləmək də yəni sünnədədir. Hətta alimlər rəy söyləsələr də, amma bunu Peyğəmbər s.ə.v edib və belə eləmək də icazəlidir. Və aleykum assalam. Sual belədir ki, bir namaz ən az neçə dəqiqə qılınmalıdır? Yəni, tez qalmaq günahdırmı? Bəli, əgər insan namazı həddindən artıq tez-tez qılırsa, o halda ki, insan heç rükuda, səcdədə lazım olan sözləri deyə bilmirsə, bəli, bu namaz insanın namazını batil edir. Bu namaz da namaz deyil. Və namaz normal halda neçə dəqiqə qılınmalı deyəndə ki, yəni insan qiyamda rahat şəkildə Fatihəni oxusun, sonra arxasınca başqa bir surə oxusun, sonra təkbir etsin və rükuya geçsin. Və rükuda belini tam düzəldənə qədər rükuda dayansın. Sonra isə rükudan qalxsın və beli tam düzələndən sonra artıq təkbir etsin, səcdəyə geçsin və tam səcdə halandan sonra səcdə zikirlən eləsin. Sonra isə səcdədən qalxsın, otursun, tam dikəlsin və dikələndən sonra oturaq halda olan zikirlərini eləsin, sonra yerindən təkbir edib səcdəyə geçsin və beləliklə də bütün namazını bitirsin. Və belə bir halda qılınan namaz sadəcə təxminən 5, 6, 7, 8 dəqiqə çəkə bilər. Yəni, təxminən ən azı 5-6 dəqiqə çəkə bilər. Amma insan tez-tez qılırsa, təbii ki, o halda isə onun deməli, 4 rükət namazı 30 saniyə çəkər ya çəkməz. Bu da təbii ki, batil ibadətdir. Və aleykum assalam. Sual belədir ki, zəhmət olmasa duha namazında hansı surələrin oxunması barədə sünnədə dəlil varsa bizə bildirin. Məsələn, sübhün sünnət namazı, İxlas və Kəfirun kimi. Mən bildiyim qədər duha namazlarında müəyyən surələrin oxunması barəsində bildiyim qədər hədis yoxdur. Duha namazlarında bildiyim qədər deməli, sünnədə heç bir şey varid olmayıb. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm səsli namazlarda, cəmaət namazlarında hansı surələr oxuyursa, sahabələr onu eşidib nəql edirdilər. Elənçi də vitir namazında bunu kimi. Amma o ki, qalırsa sübhün sünnətində, çünki sübhün sünnətini Peyğəmbər s.ə.v özü bildirmişdi. Və sübhün sünnəti tərk olunmayan, yəni sünnətdir, yəni təkid olunmuş sünnət, yəni heç vaxt Peyğəmbər s.ə.v onu tərk eləməyib. Amma duha namazı hansı surələr oxunmalıdır deyə, yəni mən bildiyim qədər bu barədə sünnədə heç bir şey varid olmayıb. Yəni insan hansı surələr istəsə oxuya bilər. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, borcu olan adam qurban kəsə bilərmi? Əgər borc yiyələri həmən adamdan borcun tələb edirsə, o zaman insan qurbanı yox, öz borclarını qaytarmalıdır. Amma yox, borc yiyələri bundan borcun tələb edir, möhlət veriblər və insan yavaş-yavaş qaytarırsa və bunu sıxmırlarsa, incitmirlərsə, o zaman qurban kəsə bilər. Amma yenə də ən yaxşısı elə borcunu qaytarmaqdır. Və aleykum assalam. Sual belədir ki, ana ata cahildirsə, ərəb dilində Quran öyrənməyə qoymursa, bu halda valideynə cavab qaytarmamamız günah sayılırmı? Ümumiyyətlə, əgər cahil biləsə cavab qaytarmayın, sadəcə əlhəmdülillah Quran dərslərində onlayn var. İnşallah münasib vaxtlarda inşallah onlayn dərslərə qoşulun və Quran dərsinizi öyrənin və valideyninizə cavab qaytarmağa belə ehtiyac yoxdur. Yəni, çalışın onlara çox fikir verməyin. Hə deyin, amma onları yola verin. Çünki Quran oxumaq vacibdir və siz vacib əməli tərk etməli deyilsiniz. Amma valideyninizə də qarşı bu cür cavab vermək zat eləməyin. Yəni, inşallah, əlhəmdülillah, üslublar çoxdur Quran öyrənməyə və inşallah bir variant tapıb onları yola verib, inşallah ki, öz Quranınızı oxuyun, öyrən, axıra çatdırın. Və aleykum assalamətullah. Sual belədir ki, Zülhiccə girəndən oruc tutulsa, 6-cı gün orucu saxlamalıyıq mı? Yəni, bir gün sonra da bazar günü tutmalıyıq, yoxsa elə ardıcıl 9 gün? Ümumiyyətlə, əgər siz Zülhiccə orucunu tutmağa başlamışsınızsa, davamlı olaraq 9 gün tuta bilərsiniz. Yəni, davamlı olub tutub gəlib 6-cı gün, yəni bir də 7-cü gün başlamaq düzgün deyil.
yəni düzgün deyil. Ona görə siz davamlı formada tutursunuzsa, əvvəldən axıra kimi davam etməyiniz daha yaxşı və daha düzgündür. Və aleykum əssalamətullah. Sual belədir ki, üslü pulsuz olan balıq yemək haramdır. Bizə donuz ətindən başqa nələri yemək haram buyurulub? Zəhmət olmasa bu haqda məlumat verərdiniz. Ümumiyyətlə, balığın pulu üstündə pul olan, pulu olmayan, balığın bütün növləri şəriətdə halaldır. Bütün növləri şəriətdə halaldır. Və pulsuz balıqların haram olması isə bu şiə məzhəbindədir və o da batil məzhəbdir, haqsız məzhəbdir, ədalətsiz məzhəbdir, Quran və sünnədən uzaq olmuş bir məzhəbdir və Quran və sünnədə pulsuz balığın yeyilməsinin haram olması barədə heç bir dəlil yoxdur. Əksinə olaraq, Quranda umumi ayətlərə görə və açıq-aşkar hədislərə görə dənizdə yaşayan, mütləqən dənizdə yaşayan bütün canlılar insana halaldır. Bütün canlılar insana halaldır. Və donuz ətindən başqa haram olan şeylər, quşlardan Peyğəmbər s.ə.v buyurur ki, caynağı və ağzının yəni yırtıcı dimdiyi olan, yəni qartal sinifli quşlar İslamda haramdır və heyvanlardan isə deməli ağzı yırtıcı dişi olan, yəni qılıqlar, yəni rus dilində qılıq deyirlər, Azərbaycanda ona yırtıcı diş deyirlər. Bu yırtıcı diş olan heyvanlar da haramdır. Və eyni zamanda da suda quruda yaşayan heyvanlar, əgər onların törəmələri qurudadırsa, o heyvanlar da haramdır. Misal üçün, krokodil, tisbağa kimi. Əgər suda quruda yaşayan heyvanlar mütləqən suda yaşayıb törəyirlərsə, onlar da o zaman halal olur. Və suda yaşayan mütləqən heyvanlar ki var, onlar hamısı halaldır. Və həmçinin də sürünənlər sinifindən də kərtənkələdir, ilandır və bu siniflər də haramdır. Çünki Peyğəmbər s.ə.v onların haram olduğunu bildirib. Və həmçində qeyd etdiyimiz kimi, yəni caynağı olan siçandır, pişikdir, itdir, canavardır, şirdir, pələkdir. Bunlar hamısı yırtıcı heyvanlar olduğu üçün və bunların da əti haramdır. Eləcə donuza da ayrıca hədis gəlib və həmçinin it barədə də ayrıca hədis gəlib. Və digər günümüzdə olan, yəni bildiyiniz və bilmədiyiniz heyvanlar, əgər bu vəsflər onlarda yoxsa, inşallah ki, onlar halal sinifinə düşürlər. Və aleykum əssalamətullah. Sual belədir ki, mənim anamın qurbanı vardır, qoyun alıb, amma qoyunu dişidir. Qurban kəsəndə qoyunu erkək mi olmalı, yoxsa fərqi yoxdur? Əgər aldığınız qurban dişidirsə, inşallah dişi qurban kəsə bilərsiniz. Və inşallah ki, fərqi yoxdur. Erkək yoxsa dişi, əsas odur ki, qurban niyyətiniz olsun və qurban da kəsəsiniz. Və aleykum əssalamətullah. Sual belədir ki, bir evə 2 və 3 qurban əti gətirilərsə, onun birincisini götürüb digərlərindən imtina etmək olarmı? Yəni, ehtiyac yoxdursa, ya götürüb ayrı ehtiyaclar verməlikmi? Cavabı budur ki, əgər sizin evinizə bir neçə qurbanlıq gətiriblərsə, siz ehtiyacınız varsa, hamısını özünüz saxlaya bilərsiniz. Ehtiyacınız yoxdursa, birini saxlayıb digərlərinizi kasıb insanlara paylaya bilərsiniz. Aleykum əssalamətullah. Sual belədir ki, Allahın 99 adını ardıcıllıqla bilmək lazım yoxsa yox? Fərq yoxdur. İstəyirsə ardıcılıqla əzbərləyin, istəyirsə oradan buradan əzbərləyin. Əsas odur ki, Allahın 99 adını biləsiniz. Fərq yoxdur. Sıra ilə olması şərt deyil. Aleykum əssalamətullah. Sual belədir ki, mənim allergiyam var, səcdəyə gedəndə asqırmaq məni tutur və burnumu axmağa başlayır. Namazda əlimdə dəsmal saxlayıb burnumu silə bilərəm, çünki məni çox narahat edir. Təbii ki, siz bunu edə bilərsiniz. Əgər sizin allergiyanız varsa və səcdədən sonra burnunuz axmağa başlayırsa, siz əlinizdə dəsmal tutub, burnunuz axan zaman burnunuzu silə bilərsiniz. Bunu şəriət icazə verir. Amma o ki, qaldısa ki, siz sırf səcdəyə gedən, yəni xalçanın üzərində səcdəyə gedəndə allergiya yaranırsa, deməli, o deməkdir ki, sizin səcdə edədiyiniz xalçanın üzərində müəyyən toz qatı var. Ona görə siz yaxşı olar ki, ilk öncə namaz qılmamışdan öncə həmən xalçanın üzünün tozunu alasınız ki, çünki xalça allergiya vermir, allergiya verin xalçanın üzərinə hopan toz dənəcikləridir. Siz həmən xalçanı, həmən tozdan təciz edin, Allahın izni ilə, yəni təmizləyin və inşallah ki, allergiya filan da olmaz Allahın izni ilə. Amma hər bir səbəbdən tutsanız,
Yenə də allergiyanız olsa və burnunuz axmağa başlasa, bəli, siz dəsmalla burnunuzu silə bilərsiniz. Və aleykum əssalamətullah. Sual belədir ki, 16 yaşlı uşaq alimə kafir deyil, başa salırsansa deyil, bəs o alim Suriyada ölən şəhidlərə niyə cəhənnəm köpəkləri deyil? Zəhmət olmasa tam geniş cavab istəyirəm. Həmin uşaq qulaq asıb özünə gəlib ayrılsın. Ümumiyyətlə, heç bir alim şəhid olan insana demir ki, o cəhənnəmin köpəyidir. Alimlərin cəhənnəm köpəyi dedikləri, Peyğəmbər sallallahu aleyhi ve sellem dedikləri xavaricilərdir. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem xavariciləri cəhənnəmin köpəkləri adlandırıb. Xavariciləri cəhənnəmin köpəkləri adlandırıb. Və o alim ola bilməz ki, şəhidə cəhənnəmin köpəyi desin. Yəni, bu yanlış və xatadır. Düzdür, əgər alim bilirsə ki, tanıdığı, bildiyi xavaricdir və gedib Suriyada və digər müsəlman dövlətdə olan yerdə, yəni fitnə qaldırırlar, aranı qaldırırlar, cəmaatı qırdırırlar və özləri də şəhid adı ilə dünya malı mənfəəti əldə edirlərsə, yəni şəhidlik, cihad adı ilə dünya mənfəətini əldə etməkdən ötürü müsəlman dövlətlərin əminamatçılarını pozurlarsa, amma özləri də xavaricilərsə, bəli, alim bunlara deyə bilər ki, bu xavaricilərə deyə bilər ki, cəhənnəmin köpəklərdir. Amma alim, xavaric olmayan, amma kafirə qarşı öz malı, namusu, qeyrəti, torpağı üstündən döyüşüb ölən insana cəhənnəm köpəyi deyə bilməz. Yəni, bu mümkün deyil ki, o alim elə bir sözsün. Alimin dediyi cəhənnəmin köpəyi o aiddir xavariclərə. Aleykum əssalamətullah. Deməli, sual belədir ki, təşəhhüddən sonra bu salavatı demək olarmı? Allahumma salli alə seyyidina Muhammedin nebiyyi ummiyin və alə əlihi və səhvə əcməyin və səllim. Xeyr, bu duanı təhiyyətdən sonra demək olmaz. Təhiyyətdən sonra salavatın xüsusi forması var. Allahumma salli alə Muhammed və alə əli Muhammed kəmə salit alə İbrahim və alə əli İbrahim innək həmidun məcid və bərik Allahumma alə Muhammed və alə əli Muhammed kəmə bərəkdə alə İbrahim və alə əli İbrahim innək həmidun məcid. Bax, namazda təhiyyətdən sonra deyilən salavat forması budur. Amma bu salavat forması bu gündəlik mütləqən olaraq deyilən salavatın formasıdır. Yəni, siz bu salavatı namazdan kənar, xaric istədiyiniz vaxtı bu salavatı deyə bilərsiniz. Amma namazda isə yalnız və yalnız Peyğəmbər sallallahu aleyhi ve sellem dediyi salavatı deməlisiniz. Çünki namazın özünün müəyyən hərəkətləri və qaydaları var ki, və sözləri var ki, yalnız o cür deyildikdə namaz sayılır və namaz səhih sayılır. Ona görə siz bu salavatı namazda deyil, namazdan xaric zikr edib istifadə edə bilərsiniz. Və aleykum əssalamətullah. Sual belədir ki, deməli, Əshəb-ül Bədir oxuyarkən bəzi adların sonunda gələn Əl-Həzrəci, Əl-Mühacir, Əl-Əvsi kəlmələrin anlamı nədir? Əl-Mühacir kəlməsi fikirləşirəm ki, bizim sözlə eyni mənada ola bilər. Yəni, başqa yerdən, başqa ölkədən, başqa bir xaric torpaqdan gələn mənasında olar deyə düşünürəm. Bu düzdürmü? Bəs Həzrəci, Əl-Əvs kəlmələr nə deməkdir? Ümumiyyətlə, sahabilərin adının arxasına əgər Əl-Mühaciri gəlirsə, deməli, bu odur ki, o mühacir olan sahabilərdən, yəni Məkkədən gələn sahabilərdir. Amma Əl-Həzrəci, Əl-Əvsi kəlməsi gəlirsə, bu qəbilələrdir. Yəni, filan mədəli Həzrəc qəbiləsindəndir, filan kəs Əvs qəbiləsindəndir. Yəni, bunlar qəbilə adlardır. Əl-Həzrəci, Əl-Əvsi qəbilə adlarıdır, amma Əl-Mühacir isə, yəni Məkkəlilərdir. Yəni, tutam ki, məşhur olan və məşhur olmayan sahibilər var ki, onların əgər Məkkədən hicrət edənlərdənsə, onların adının axırında Əl-Mühacir yazılır. Yəni ki, bunlar hicrət edənlərdir, yəni Məkkədən hicrət edənlərdir. Amma Mədinəlilər isə, Mədinədə o vaxtda bir çox qəbilələr vardı və o Mədinədəki hansı qəbiləyə nisbət olunursa, onun arxasında onun qəbiləsinin adı yazılır. Yəni, Əl-Həzrət, Əl-Əvsdir, bu da onların qəbilələrinin adlarıdır ki, və onlar öz qəbilələrinə nisbət olunurlar. Və aleykum əssalamətullah. Sual belədir ki, dua edərkən Allaha sevgili, istədiyini bildirmək olar. Məndə bəzən Allaha qarşı çox sevgi yaranır, şükür nə istəmişəm mənə Rəbbim verib. Yəni, onun böyüklüyündən, rəhimliliyindən
rəhimlinin bizi hər səhvimizə bağışladığından ona sevgim çox yaranır. Bəzən sarılmaq istəyəcək qədər gözəl bir hiss yaranır. Belə fikirləşməyim günah sayılmazmı? Ümumiyyətlə, təbii ki, bir mömin müsəlman Allahı sevəcək qədər də Allahın əzabından da bir o qədər də qorxmalıdır. Yəni, əhl-i sünnədə belə bir qayda var ki, insan Rəbbinə qorxu və rəca ilə, yəni qorxu və rəca ilə ibadət eləməlidir, dua eləməlidir. Yəni, təkcə qorxu tərəfindən ibadət edələr bunlar xavaricilər sayılırlar. Amma təkcə ümid, rəca tərəfindən ibadət edənlər bunlar murciyələr sayılırlar. Yəni, siz Rəbbinizi sevdiyiniz qədər də bilməlisiniz ki, həmçində Rəbbinizin də əzabı da bir o qədər şiddətlidir. Yəni, təkcə sevgi baxımını götürməyin. Bəli, biz Rəbbimizi sevməliyik, yəni sevə-sevə ibadət eləməliyik. Və eyni zamanda onun əzabından qorxaraq bir ibadət eləməliyik. Yəni, yalnız sevginlə ibadət eləmək bu murciyəlikdir. Və yalnız cəhənnəmdən qorxaraq ibadət eləmək bu isə xavaricilikdir. Ona görə siz Rəbbinizi nə qədər çox sevirsinizsə, bir o qədər də Rəbbinizin əzabından da yəni qorxmalısınız. Amma o ki, qalırsa ki, Rəbbimizin istəməyini bildirmək, Allah Subhanahu Quran kimdə buyurur ki, Qul in kuntum tuhibbunallah fəttəbi'uni yuhbibkumullahu və yəğfir ləkum zunubakum və Allah qafurur rahim. Allah Subhanahu Quran kimdə buyurur ki, həqiqətən Allahı sevirsinizsə, Peyğəmbərə itaat edin, ona tabi olun və Allah Subhanahu sizi də sevsin və sizin günahlarını bağışlasın. Həqiqətən Allah Rauf və Rəhimdir. Bu ayə nə deməkdir? Alimlər bu ayəni Allah Subhanahu sevməyin sınaq ayəsi adlandırırlar. Yəni, bir qul həqiqətən də Allahı sevməyin iddia edirsə, o zaman onun boyuna düşən vəzifə, onun sevgisinin əlaməti, sevgisinin səhiliyi, sevgisinin sadiqliyi Peyğəmbər sallallahu aleyhi ve sellem itaat eləməkdir. Həqiqətən də siz Allahı sevirsinizsə, o zaman onun Peyğəmbərinə tabi olun, onun Peyğəmbərinin yolunu gedin və bu da Allahın sevginin əsl rəmzi, əlaməti və düzgünlüyüdür. Və aleykum əssalamətullah. Sual belədir ki, mən ev tikirəm, uşaqlarım da hələ körpədir. Bu karantin səbəbi ilə onları məscidə öyrədə bilmədik. İndi evimin bir otağını məscid xatırladan formada dizayn etmək istəyirəm ki, uşaqlara da məscidə həvəs oyansın, əzan vermək üçün yarışsınlar, Quran oxumağa həvəsləri yaransın. Bu etmək istədiyim işin günahı və ya dinə yenilik kimi təşəbbüsü varmı? Yəni, musalla kimi düzəltmək istəyirəm, həmin otaqda qiblə yerini göstərən bir sütun tikmək olarmı? Xeyr, yəni sizin elədiyiniz düzgün əməl olmaz. Çünki bu özü yenilikdir. Yəni insan evini məscid formasında tikməli deyil, məscid dizayn etməli deyil. Bəli, uşağınız dinə öyrədin, dinə həvəsləndirin. Amma siz uşağınıza məscid evinizin otağını belə dizayn elətdirib, onu məscid kimi onlara anlatırsınızsa, bilin ki, siz uşaqlarınızı məsciddən yayındıracaqsınız. Yəni, bu əməllə siz xeyri çata bilməyəcəksiniz. Əksinə, uşaqlarınızı dindən yayındıracaqsınız. Çünki bir əməl ki, əgər onun xeyli və bərəkətli olmanı istəyirsə, həmən əməl Quran və sünnəyə uyğun olmalıdır. Və Peyğəmbər sallallahu aleyhi ve sellemlə onun sahiblərinə günümüzə gəlib çatan heç bir var dövlət sahibi imkanı olan insanlar öz otaqlarını birini məscid elətdirməyiblər. Yəni, məscid dizayn elətdirib bu üslubdan istifadə eləməyiblər. Yəni, nə qədər sələflər olsa bunu eləməyib. Bu deməkdir ki, bu işdə xeyir yoxdur. Bəli, siz otağınızın hansısa birini namaz otağı ayıra bilərsiniz. Yəni, bu sünnədə varid olub. Yəni, hansısa bir otağı sırf namaz otağı eləyib, yəni orada yalnız namaz qıldıra bilərsiniz. Və qoy namazı filanda orada yarışsınlar, əzanı orada yarışsınlar. Amma dizayn vermək, qiblə vermək, sütun vermək, xeyr, bunların heç birinin etmək olmaz, bunlar bidətdir. Amma ayrıca bir sırf otağı heç bir şey əlavə eləmədən boş otağı siz musalla ayırıb, namazlarınızı orada qırdırıb, uşaqlarınızı orada əzan verdirib yarışdırmağı orada öyrədə bilərsiniz. Və aleykum əssalamətullah. Sual belədir ki,
qonşu uşaqlarına öyrədir Allaha, deməyə Allah baba. Mən necə izah edim ki, belə deyən insanların elə demək olmaz. Ümumiyyətlə, siz həmən insana deyin ki, Allah Subhanahu taala Quran-Kərimdə özünü Allah deyə adlandırıb. Həmçində yaradan, öldürən, ruzi verən, dirildən. Amma demək ki, Allah babadır, bu isə batıl etiqaddır. Yəni, bu İslam etiqadı deyil. Yəni, buna başa salın ki, Allah Subhanahu taala özünə baba və ya da ki, kişi rəmzi qoydurmayıb. Bu, insanların kişi və ya qadına bölünməsi, bu insanlara məxsusdur. Amma Allah Subhanahu taala yaradandır. O Allahdır, ona yaradan, öldürən, ruzi verən demək lazımdır. Necə ki, Allah Teala özünü adlandırırsa, o cürdə adlandırmaq lazımdır. Və Allahın özünün adlandırmadığı ad və sifətlərlə isə Allahı adlandırmaq olmaz. Yəni, o deyirsə ki, Allaha Allah baba deyirsə, yəni uşaq birdən sorsa sabah, yəni babanın nənəsi hanı, o nə deyəcək qonşu? Onda nənə kimə deyəcək onu? Ona siz ona görə qonşuya başa salın ki, ay qonşu, Allaha baba demək olmaz. Allaha deyən yaradandır. Allah elə Allahdır. Allah elə Allahdır. Onun adı elə Allahdır. O yaradandır, öldürəndir, ruzi verəndir, dirildəndir, rəhimlidir, mərhəmətlidir. Amma baba deyirsə, birdən sabah uşaqlar deyəcək ki, bu babanın nənəsi hanı, qonşu nə deyəcək ona? Ona görə inşallah qonşunuza başa salın ki, Allaha yalnız və yalnız Quranda və sünnədə varid olan adlarla çağırmaq lazımdır. Ancaq Allah babadır, erkəkdir, kişidir, bu kimi sözlər demək olmaz, qətiyyən olmaz. Və aleykum assalamatullah. Sual belədir ki, hamamda yuyunduqdan sonra dəstəmaz alıb çıxmaq düzgündür. Əgər insan hamama girib təmizlik, yəni şampunla, sabunla çimib çıxırsa və çıxanda əgər hansısa bir fərz namazının vaxtıdsa, bəli, dəstəmaz alıb çıxa bilər. Amma yox, namazı hələ 4-5 saat var, o zaman çimib dəstəmaz almaya bilər. Çimib dəstəmaz almaya bilər. Amma namaza az qalıbsa, hamamdan çimdikdən sonra, yuyunduqdan sonra dəstəmaz alıb çıxmağı yaxşıdır ki, yəni artıq dəstəmazı olsun ki, artıq namazın vaxtı yaxınlaşır. Amma yox, namazın vaxtı uzaqdırsa, neçə saatlərlə varsa, hamamda çimib, yuyunub dəstəmaz almamaqda olar. Və aleykum assalam və rahmetullah. Sual belədir ki, əsəb halında elədiyimiz bəddua qəbuldurmu? İstər əsəb halında olun, istər əsəb halında olmayın. Əgər siz məzlumsunuzsa, bəli, sizin elədiyiniz dua məqbuldur. İstər əsəb halda, istər qeyri-əsəb halda. Amma siz məzlum deyilsinizsə, siz zalımsınızsa, istər əsəbi halda, istər qeyri-əsəb halda elədiyiniz bəddua qəbul deyildir. Bu məsələni, bu qaydanı nəzərinizə saxlayın. Və aleykum assalam. Sual belədir ki, əgər ana qeybət edirsə və övladları bunu ona mülamiklə başa saldığı halda ana inciyirsə nə etməlidir? Heç bir şey. Övladlar elə öz mülamiklə başa salmalıdır. Amma görəndə ki, ana inciyir, gəlsin analarını qucaqlasınlar, öpsünlər, alınlarını öpsünlər, əllərini öpsünlər, yanaqlarını öpsünlər, analarına gözəl bir hədiyyə alsınlar, onu sevindirsinlər və bu hədiyyəli formada qəşəng bir gül alsınlar, qəşəng bir ətir alsınlar və qucaqlaya analarını, bax, analarının o qeybət elədiyini ona başa salsınlar. İnşallah ki, ana belə halda inşallah iciməz və övladlarının gözəl nəsiyyətini inşallah ki, qəbul eləyər.